Salam hörmətli izləyicilər. Bu dəfə biz sizinlə Ktesifon döyüşü haqqında danışacağıq. Ktesifon döyüşü 637-ci ildə Sasani dövləti ilə Ərəb dövləti arasında baş vermiş döyüşdür və burada Alban hökmdarı Varaz Qriqorun oğlu Cavanşir yenə Sasaniyə dəstək dururdu. Bu döyüşdə yenə məğlubiyyət Sasanilər, qalibiyyət isə ərəblərə məxsusdur. Ktesifon döyüşü digər adı ilə Mədain döyüşü də adlanır. Sasaninin paytaxt ərazisi idi və yenə də Sasani dövlətində hökmdar 632-651-ci illərdə 3-cü Yezdaged sonuncu hökmdar idi. Ərəb dövlətində isə insaflı xəlifə olan 634-644-cü illər hakimiyyətdə olmuş Ömər hakimiyyətlidir. Beləliklə, ərəblərin böyük qələbəsi ilə bu müharibə sona çatacaq və 651-ci ildə Sasani dövlətinə Ərəb dövləti tamamilə son qoyacaq.